Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbiçi Rauf Əhmədovun qalıqları Goranboyda dəfn edilib. İtkin şəhid Əhmədov Rauf Əjdəroğlunun nəşinin qalıqları dəfn olunmazdan əvvəl ailəsinə təhvil verilib. Bugün şəhid hərbiçi ilə anadan olduğu Goranboy rayonunun Sarov kəndində vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Goranboy rayonunun Sarov kənd qəbirstanlığında dəfn olunub. Dəfn mərasimində Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri, yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, hərbçilər, hüquq mühafizə orqanlarının əməkdaşları və kənd sakinləri iştirak ediblər. Şəhidin tabutuna bükülmüş 3 rəngli Azərbaycan bayrağı rayon rəhbərliyi tərəfindən onun qardaşına təqdim olunub. 33 ildən sonra qardaşımın nəşi tapıldı. Nəhayət gəlib öz doğma qəbirstanlığımıza, öz ata-anama qovuşacaq. Atam-anam elə qardaşımı axtara dərdinə düzə bilmədilər, rəhmətə getdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Rauf Goranboy ləqəbi ilə vuruşurdu. Adı Rauf Əhmədov Əjdəroğlu'ydu. Hətta ermənilər onun başına elə-belə pul yox, hep küllü miqdarda pul qoyulmuşdular ki, Goranboyu aradan götürmək lazımdı. Qeyd edək ki, Əhmədov Rauf Əjdəroğlu 1969-cu ildə Goranboy rayonunun Sarov kəndində anadan olub. Birinci Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq orduya qatılıb. 1993-cü ildə Ağdərə rayonu ərazisində Sərsəng su anbarı yaxınlığında itkin düşüb. O zaman onun 24 yaşı olub. Uzun illər itkin hesab olunan şəhidin kimliyi aparılan eyniləşdirmə prosesi nəticəsində müəyyən edilib və nəşinin qalıqları ailəsinə təhvil verilib.